Aprelin 21-i məşhur yazıcı Victor Hugo'nun qızı Adele Hugo'nun anım günüdür. Keşməkeşlərlə dolu həyat hekayəsinin məşhurluğundan dolayı atasından heç də az tanınmayan Adele'in həyatı haqqındakı araşdırmanı təqdim edirik. Adele sindromu barədə hər birimiz eşitmişik. Buna sevgi xəstəliyi də deyilir. Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür. Adele sindromu öz adını məşhur fransız yazıcısı Victor Hugo'nun qızı Adele'in adından götürüb. O, qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir. Adele ailədə 5-ci uşaq olub. O, çox gözəl qadın və istedadlı piyanoçu idi. Lakin onun psixi sağlamlığı get-gedə zəifləyirdi. 1843-cü ildə böyük bacısı 19 yaşlı Leopoldina'nın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adele atasının ardınca Hennes adasına gedir. Orada da ciddi depresiya yaşayan qızın vəziyyəti günü-gündən pisləşir. 1858-ci ildə o Fransaya qayıdır ki, müalicə alsın. Adele çox gözəl və istedadlı qadın idi. Lakin ona uzanan kişi əllərindən birmənalı olaraq imtina edirdi. Özünü sevgidən uzaq hesab edirdi. 1861-ci ildə İngiltərədə səyahət zamanı Adele Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə aşiq olur. Adele Pinsonla tanış olan kimi başa düşür ki, zabit onun həyatının sevgisidir. Qərar verir ki, ona ərə getməlidir. Lakin Pinson bunun üçün heç də tələsmir. Sonralar isə qadının dəlicəsinə sevgisindən bezərək ondan qaçmağa başlayır. Lakin Adele ondan əl çəkmir. Hətta Pinsonun polkunun olduğu şəhərə gedərək yataqxanada nömrə tutur ki, onun yaxınlığında olsun. O zabitə sevgi məktubları yazır. Onun bütün qumar borclarını ödəyir. Hətta sevgilisi üçün fahişə belə tutur. Çünki Adele onu bircə yüngül əxlaqlı qadınlara qısqanmır. Adele hiss etmir ki, psixologiyası korlanıb. Ətrafdakılara, hər kəsə Pinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toy görüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir, hətta ata da olur. Hugo'nun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümid bəsləməsin, Fransaya qayıtsın. Lakin qadın əl çəkmir, hər gün onun kazarmasının qarşısında gözləyir. Zabit görünən kimi sakitcə onun dalınca düşüb evinə qədər gedir. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adele'i bir nəfər Fransaya aparır. Atası onu Sammannedəki psixiatrik xəstəxanaya yerləşdirir. Victor Hugo'nun ölümündən sonra Adele'i Süründəki xəstəxanaya köçürürlər. O ömrünün sonuna 1915-ci ilə qədər xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir. 85 yaşında xəstəxanada ölür. Ölərkən də dodaqlarında Albert adı olur. Ölümündən sonra Adele'in yanından çoxlu sayda sevgi məktubları tapılır. O, məktubları öz sevgilisinə göndərə bilməmişdi. Məhz bundan sonra tibdə bu sindroma Adele'in şərəfinə bu ad verilir. Adele sindromu tibdə geniş tanınmır, lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.